Salam uşaqlar, bugün testlərə davam edək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Deməli, 3-cü testdəyik. Birinci sual belədir uşaqlar. По степени участия голоса согласные звуки делятся. Burada yəni nəyi soruşur? Samitlərin səsin iştirakına görə bölünməsi. Əlbəttə ki, samitlər səs tellərinin iştirakına görə cingiltili və kar deyə bölünür. На звонкие и глухие. Найди слово, в котором все согласные звуки мягкие. Uşaqlar, baxın. Deyir ki, hansı sözdə, deməli, samitlərimiz bizim, deməli, hamısı incədir. Əlbəttə ki, qoy sizə indi göstərdim. Bir də yadımıza salaq qaydanı. Yəni, samitin yanında, deməli, bu hərflər, yəni, A, O, U, I və E olarsa, bunlar qalınlaşdırır samiti. Amma Ya, Yo, Yu, I, Y və məxki znak olarsa, bunlar samitlərimizi incəldir. Amma bizim, deməli, həmişə qalın və həmişə incə olan da, deməli, samitlərimiz var. Gəlin, indi, bax, bu qaydanı bilərək bunlara, deməli, baxaq. Burada R ondan əvvəlki Y hərfi nə edir? İncəldir. Düzdürmü? Və X-nı bizim I incəldir. Düzdürmü? Deməli, R2-ni biz götürə bilərik burada. Çünki Sarokada O və A nə edir? Qalınlaşdırır. I ilə I nə edir? I bizdə qalınlaşdırır L-nı. Amma I nə edir? İncəldir. J də incəltsə də J bizdə həmişə qalındır. Ona görə də onu götürə bilmərik uşaqlar. Так, вставь нужную согласную букву, чтобы получить слово. Və nöqtələrin yerinə biz samitləri yazmalıyıq ki, bir yeni söz alınsın da. Məsələn, sok deyə bilərik ya da son deyə yaza bilərik. Məsələn, setka deyə bilərik ya da vetka deyə yaza bilərik. Sonra dom, məsələn, burada stol. Bax, bu şəkildə deməli özünüz bir neçə söz yaza bilərsiniz. Прочитай пары слов, подчеркни буквы, которыми эти слова различаются. Deməli sözləri yazılıb. Kod, kod, mayka, çayka, двери, звери, dom, som. Və deyir ki, hansı hərflər burada dəyişir, yəni söz. Kod və kod. D, D. Mayka və çayka. Görsünüzmü? Sonra двери, звери, D, Z. Dom, som. Так, какое слово начинается с гласного? С какого слова? Burada şərf düzgün yazılım evdə. Какое слово начинается, deməli, с гласного звука? Hansı söz bizim sayt səsdən başlayır deyir. Biz aist deyə seçirik. Deyirsiniz ki, bəs yada axı bizdə, deməli, saytdır. Düzdür, sayt olmağına saytdır, amma bizdən səs istəyirsə, ya hərfi ilə başlayan sözlər, bilirsiniz də, 2 səs verir. Necə? Ya, ikratkaya və A kimi olur. Görsünüzmü? Əvvəli burada ikratkaya bilirik ki, bizdə samitdir. Ona görə də bu yaqada sözünü biz götürə bilmərik. Burada etaj sözü var. Burada da E-ni biz götürərik də. Çünki burada da E bizdə saytdır. Amma yaqada bizdə, yəni belə deyək də, götürə bilmərik. Amma burada ola bilər ki, belə deyək də, səhv olar necə sualdır. Yəni, ola bilər ki, burada yazmaq istəyirdilər ki, çünki hər bir testdə bir cavab olur da düzgün. Ola bilər ki, burada sual belə olmalıydı da. Какое слово начинается с согласного звука? Onda biz B-ni seçərdik də. İndi burada 2 cavabdır deyə, burada уже sual işarəsi, yəni səhvdir. Найди всегда мягкие согласные. Həmişə, deməli, incə samitlər. Həmişə incə samitlər. Hansıdır? Всегда мягкие звуки. Ç, Ş və ikratkaya. Düzdürmü?
Bu yadınızda saxlayırsınız. Прочитай стихотворение, подчеркни твердые согласные. Линейка. Я линейка, прямота, главная моя черта. Mən xəttkeşəm və belə deyək də, düzgünlük mənim xüsusiyyətimdir. Deməli, tвердые согласные deyir. Tвердые согласные, yəni bizim qalın samitlərimizin altına xətt çəkməliyik. Burada yazmışam, görürsünüz ki, deməli, bu hərflər varsa, deməli, bunlar bizdə qalınlaşdırır və J, Ş, C-ni də yadınızdan çıxmasın, bunlar həmişə qalındılar. Так, сколько гласных и согласных букв в русском языке? Сколько гласных и согласных deyir. Neçə сайт və neçə самит var? 10 гласных букв и 21 согласная буква. Deməli, onda B variantı. В каком ряду все согласные глухие? Uşaqlar, burada deyir ki, hansı variantda samitlərin hamısı kardır. Amma bilirik ki, biz burada hamısında J yazılıbdır və belə deyək də, J hərfi bizdə cingiltilidir. Amma bizdən kar istəyirsə, yəni bir heç olmasa variant düzgün olmalıdır. Ola bilər ki, burada sual olmalıdır ki, xışıltılı hansı hərflərdir, onda biz V-ni da, yəni şipəşi deyə biz seçə bilərdik. Çünki başqa burada qalanları kar olsa da, J hərfi bizdə axı cingiltilidir. Ona görə də burada alınmır. Yəni, burada da səhv var. Və 10-cu. Запиши шипящие согласные звуки. Şipəşi xışıltılıdır. Xışıltılı hansı hərflərimiz var bizim? Ş, Ş, J və Ç. Bunu siz yadınızda saxlamalısınız. J və Ç. Bax, bu şəkildə olmalıdır uşaqlar. Sağ olun, görüşərik.